İnsülin hormonu haqqında məlumat verək. İnsülin hormonu nədir, nə iş görür? İnsülin hormonu mədalatı vəzin Langerhans adacıqları adlanan hüceyrələr qrupundan beta hüceyrələrindən sintez olunur. Funksiyası ondan ibarətdir ki, qanda olan qlikozanın hüceyrələr tərəfindən mənimsənilməsinə şərait yaradır. Demək, biz karbohidratı qəbul etdiyimiz zaman bağırsaqlardan karbohidratlar soğurularaq glikoza şəklində qana keçir. Qana keçən glikoza hüceyrələrimiz, toxumalarımız, xüsusilə də mərkəzi sinir sistemimizin, beynimizin əsas qidasını təşkil edir. Amma bu glikozanın hüceyrələrə keçməsi üçün mütləq olaraq insulinə ehtiyac var. İnsulin bir növ desək, glikozanın hüceyrəyə keçmək üçün, glikozanın hüceyrəyə keçirmək üçün əsas olaraq hüceyrələrin açarı funksiyası rolunu oynayır. Demək, hüceyrələr üzərində olan insulinə həssas reseptorlar var. Həmin bu insulin gələrək bu həmin reseptorlara bağlanır və həmin bu glikoz kanalını açır. Glikoz kanalının açılması nəticəsində glikoza hüceyrəyə daxil olur. Hüceyrəyə daxil olduqdan sonra ümumi olaraq qanımızda glikozanın səviyyəsi aşağı düşmüş olur. Amma bəzən nə olur? Bəzən insulinin miqdarı ya az olur, mədalatı vəzi tərəfindən az ifraz olunur və yaxud da bəzən heç ifraz olunmur və bu şəkərli diabet xəstəliyini yaradır və bəzən isə artıq hüceyrələr tərəfindən insulin direnci formalaşır və insulin bu reseptorları aktivləşdirə bilmir və şəkəri hüceyrə içinə daxil edə bilmir. Bu zaman nə baş verir? Bu zaman artıq qanımızda glikozanın miqdarı artmış olur, eyni zamanda qanımızda insulin miqdarı artmış olur. Glikoza da var, insulin de var. Amma insulin aktiv insulin deyil. Hüceyrələr tərəfindən buna qarşı rezistentlik yaranıb və hüceyrələr bu insulini qəbul edib asas kimi istifadə edə bilmir. Bu zaman insulinin ikinci bir funksiyası meydana çıxmış olur. Bu funksiya nədir? İnsulin glikozanı çevirəcək yağ toxumasını. Yağlara çevirir. Və bunun nəticəsində insulin damarda olan, qanımızda olan artıq glikozanı yağlara çevirmiş olacaq və bu da bizdə artıq çəkinin formalaşmasına, piyələnməyə səbəb ola bilir.